Bugünkü mizah paylaşımım sonunda bir tövsiyə ilə nəticələnəcək. Yəni, niyə boşanandan sonra gedib mütləq şəkildə vəsiqənizi dəyişməlisiniz. Deməli, bir şəxs həkimin yanına gedir, görür ki, həkimin soyadı dəyişib, fikirləşir ki, evlənib, təbrik eləyir onu, deyir, hayırlı olsun hocam. O da deyir ki, niyə mən təbrik etsin? Deyir, soyadınız dəyişib, evlənmisiniz deməli. Yox deyir, mən evlənməmişəm, mən boşanmışam. İşte, hər şeydə xeyirli olsun deməyəcəksən, bəlkə onun üçün xeyirli deyildi. Bəlkə də xeyirli idi, biləməyiz. İndi sözümü nəyə gətirirəm? Siz məhkəmə qətnaməsi çıxandan sonra gedirsiniz ZAX şöbəsi deyək, qeydiyyat orqanına, qeydiyyat şöbəsinə, vətəndaş vəziyyəti aktlarının qeydiyyat orqanına. Orada onu qeydə alırsınız da. Qeydə alandan sonra nikahın pozulmasına dair şəhadətnamə alırsınız. Həmin şəhadətnamə ilə gedirsiniz asan xidmətə mütləq şəkildə soyadınızın dəyişdiyini təsdiq eləməkdə ötürü vəsiqənizi dəyişdirirsiniz. Köhnə soyadla vəsiqənizi istifadə eləməyin. Sonra başqa sənədlərin icrası zamanı, başqa müraciətləriniz zamanı o sizə problem ola bilər.